Sən məndən ayrılsan, sən bu dünyada qoymayacağam yaşamağa. Yevlaxda qətl törədilib. 43 yaşlı kişi avtomobili ilə özündən 4 yaş kiçik həmyerlisinin üzərindən keçib. Mən işdəydim, işdən gəlirdim, yolda zəng gəldi ki, qardaşını öldürüblər. Bir həyasızın birinin neçə vaxt uyumuşdu, nə qədər elirdi, sürdük, baskı elədik, qapısına getdik. Dedik dəfələrlə ki, bu evlidir. Ailəli uşaqlıdır, əl çək. Dedi ki, mən Elvinsiz yaşaya bilmərəm, nağara bilmərəm. Anası da dedi, bacara bilmirəm mən qızımdan. Qorxdu, evdən çıxartdı. Elvin təzən ona deyib ki, mən səndən ayrılıram, qutarıram. Deyən kimi deyib ki, sən məndən ayrılsan, sən bu dünyada qoymayacağam yaşamağa. Şəhərə çıxıbdı maşınını yuduzdurmağa. Orada saxlayıbdı, maşını gör arxadan kimsə vurub. Düşən kimi vurubdu bunun, ayağına dəyibdi maşın. Deyən kimi yıxılıbdı. Yıxılanda gəlib 3-4 dəfə üstündən keçibdi. Elə orada da canını tapşırıbdı. Hadisə budur ki, əvvəldən həmən qıza biz dedik ki, yaxın durma. Əl dəfələrlə zəng elədi, əl çəkmədi. Dedik ki, ay qız, bax, şəxsən mən ora gəlinlər göndərdim. Dedim ki, onun ailəsi var, uşaqları var, əl çəksin. Kişi bunu işə gedirdi, işdə zəng elirdi, evə gəlirdi, evdə zəng elirdi. İmkan vermirdi yaşamağa. Elə onu çəkdi sinəsinə. İndi də aralaşdı, ayrıldı. Dedi ki, ya bu dünyada o yaşamayacaq. O yaşasa, mən onu qoymaram yaşamağa. Onu öldürtdürəcəm dedi. Kiməsə öldürtdürəcəm. Öldürtdürdü da. Elvinin maşını arxadan vurubdu. Bu dayanıb ki, görüm kimdir bunu vuran. Elə vurad düşəcəyi bunu maşından salıb ayağının altına. Təzədən üstünü görüb yıxıldı, üstündən o üzə bu üzə keçibdi. Hadisə ilə bağlı rayon prokurorluğunda məlumat yayıb. Bildirilib ki, sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekt ərazisində şəxsi münasibətlər zəminində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, Elvin İbrahimov Yevlaxda taksi fəaliyyəti ilə məşğul olub.